Bunu kimlər deyir? Daha çox. Ateistlər deyir, düzdür? Dinin düşmənləri. Allahın, Rəsulunun düşmənləri. Əslində bunu iki sinif insan deyir. Bu şübhəni, bu məsələni qaldırır iki sinif insan. Bir, rafizlər. İki, ateistlər. Din, İslam dinini gözdən salmaq üçün. Müsəlmanlarda ikrah oyatsınlar sənin dininə. Dində deyir, dəvənin sidiyini içmək var. Necə mundarçılıqdır bu? İğrənc bir şey kimi təqdim edir, dini isqat etmək üçün, gözdən salmaq üçün. Daha çox bunlar edirlər, düz deyirsən. Bir də rafizilər edir. Əhl-i Sünnə kitablarında var, deyir, səhih hədisləri var. Rafizi Əhl-i Sünnədən iyrəndirmək üçün edir. Ateistlər dindən iyrəndirmək üçün edir. Rafizlərə cavab vermirik. Niyə? Çünki, qardaşım, rafizlərin kitablarında dəvə sidiyi nədir? Elə şeylər var ki, danışılası deyil. İmamların nəyini yemək lazımdır, içmək lazımdır, o barədə denən səhərə qədər nə qədər istəsən rəvayətləri var. Gedin ondan danışın, ondan söhbət eləyin. Ayıbdır, danışmırıq. Düzdür, onu saxladıq. Əsas nədir? Ateistlərin gətirdiyi bu şübhə. Ateistlərin gətirdiyi bu şübhə. Bax, mən sizə bir şey deyim, cavab verməmişdən qabaq. Dünyada ən bahalı qəhvə nədən hazırlanır? Kim bilir? Heyvanın nəcisindən. Hansı heyvanın? Müxtəlif. Pişik də olur. Ən məşhur da filin nəcisindən hazırlanır. İnanmırsınız? Gedin baxın. Ən bahalı qəhvə dünyada. Stəkanı $100. Kilosu $2000-dan $5000 qədərdir. Filin bildiyimiz nəcisindən hazırlanır. Məsələn, Taylandda belədir. Vyetnamda və s. Dünyanın ən bahalı qəhvəsi. O ateistlər bunu içirlər yoxsa yox? Mundarçılıqdır. Nəyə görə deyirəm bunu? Ki, bunu içən insanlar, o deistlər, ateistlər, fəxrlə danışanlar gecə-gündüz içirlər bu qəhvəni. Bu qəhvənin dalınca haralara gedirlər ki, əldə eləsinlər, içsinlər. Mundarçılıqdırsa, iyrəncilikdirsə, heyvanın nəcisini sən içirsən. Filin bildiyimiz nəcisi ondan hazırlanır. İnanmırsan, get bax. Get, araşdır, görəcəksin. Mən qəhvənin bir-bir adlarını demirəm, harada necə hazırlanır, necə düzəldirlər. Bu birinci məsələ. İkinci məsələ, o deyir, ateist, sizin Peyğəmbər deyir ki, müsəlmanlara, gedin dəvənin sidiyini için. Vallahi, yalan deyir. Yalan deyir. Şər yaxır, iftiradır. Peyğəmbər sallallahu aleyhi və səlləm heç vaxt ümmətinə belə şey deməyib. Məsələn, ey müsəlmanlar, gedin dəvənin sidiyini için. Əmr necə olur? Belə şey yoxdur şəriətdə. Allahın Rəsul belə deməyib, sallallahu aleyhi və səlləm. Amma onlar necə təqdim edir? Sizin Peyğəmbər deyir ki, dəvənin sidiyini içmək vacibdir, yaxud müstəhəbdir, yaxşıdır. Hansınız içmişsiniz? Heç birimiz. Düzdür? Belə şey yoxdur da ki, Peyğəmbər sallallahu aleyhi və səlləm təşviq etsin, həvəsləndirsin və müsəlmanlar da qaçsınlar bu sidiyin dalınca, yəni. Baş sala bildim nə demək istəyirəm? Belə şey yoxdur. Belə şey tapmayacaqsın. Lakin başqa cür təqdim edirlər. Başqa cür təbliğ edirlər. Yaxşı, hədisin məzmunu necədir ki? Necə baş verib bu söhbət? Bu söhbətin, bu qıssanın, dəvənin südü və onun sidiyi. Bu qıssa necədir, kim bilir? Bax, Mədinəyə
Qıssa bu cürdür, amma qıssanı bu cür təqdim etmirlər. Qıssanı bu cür danışmırlar. Mədinəyə insanlar gəlir. Bədəvi ərəblər, səhv eləmirəmsə, Ureynə qəbiləsindən, Bənu Ureynə, Ureyniyin, Ureynilər. Gəlirlər Mədinəyə, xəstələnirlər. O vaxtı, həmin vaxtı Mədinədə başqa cür idi vəziyyət, subhanallah. Xəstəlik yayılmışdı. Gələn xəstələnirdi, girən xəstələnirdi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir Allaha və o məsələ qalxır. Əl-mühim, Mədinəyə daxil olan xəstələnirdi. Və bu qəbilə, bədəvi ərəblər, çöl ərəbləri, Ureynilər. Mədinəyə girəndə xəstələnirlər, gəlirlər Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına şikayət edirlər xəstəlikdən. Xüsusən də qarınlarında olan, bətində olan, içəri ilə bağlı xəstəlikdən şikayət edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara, fikir verin, kimə? Ümmətinə, həmin o insanlara ki, xəstələniblər, onlara irşad edir. İrşad nə deməkdir? Yönəldir. Müalicə babından. O babdan yox ki, fərz edir, əmr edir, əmr babından. Nə bilim, başqa şey. Müalicə növü kimi onlara tövsiyə edir ki, xəstələnməmisiniz, gedin dəvənin südündən için. Südü demirlər amma. Bunlar südü demirlər. Dəvənin südündən və sidiyindən için. Həmin o ərəblərə ki, gəliblər, şikayət edir, xəstələniblər. Və onlara gedib içirlər, şəfa tapırlar, sağalırlar. Bu qıssadır. Bunun nə adiyyəti var məsələyə? Bundan əlavə. Baxın, bunu Allahın Rəsulu yox. Peyğəmbər sallallahu aleyhi və səlləm yox. Məsələn, bu şey Avropadan gəlsəydi, bir mütəxəssis Avropadan gəlsəydi, demiş olsaydı bunu, məsləhət eləsəydi, bu zındıq ateistlər etiraz edərdilər yoxsa yox? Qətiyyən etiraz etməzdilər, qardaşım. İndi mən sizə bir şey deyim. Vallahi, mənə inanmırsınız, gedin araşdırın. Kim istəsə, mən göndərərəm, baxar ona. Amerika Birləşmiş Ştatlarının rəsmi saytında, biotexnologiya üzrə mərkəzi məlumatın, mətbuat məlumatın saytında, vallahi, rəsmi, Amerika saytı. Orada soruşurlar, sual verirlər xəstəliklər barəsində və orada tövsiyə olunur nə? Xərçənglə bağlı, fikir verin, bətində olan xəstəliklərlə bağlı müəyyən xəstəliklər sayırlar orada, babasil və s. Sayırlar, elə heyvanların adını çəkirlər ki, onun südü, onun sidiyi və onlardan biri də dəvənin sidiyidir. Və orada deyilir ki, yazılır ki, dəvənin sidiyi xüsusən də qarında olan xəstəliklər üçün ən gözəl müalicə növüdür. Və xərçəngi də deyir. İndi sən hədisi saxla. Düzdür? Sən buna etimad etməyəcəksən. Sən ona o deyirləri bir mız qoya bilmərsən sən ona. Amerikadan gəlib. Özgə vaxtı oradan gələn şeyi gözü yumulu təsdiq edirlər. Ayıb daxı, sən inkar etməyəcəksən. Amerika deyib. Halbuki Amerika yaranmamışdan qabaq, Peyğəmbər sallallahu aleyhi və səlləm 14 əsr bundan qabaq demişdi, bu müalicə növünü bildirmişdi. Və orada gedin baxın, eşşəyin sidiyinə qədər deyirlər. Camışdı, orada heyvanları sayır. Onlardan biri də dəvənin südü və sidiyidir. Amerikadan gəlib də bu. Bunu danışan var gör. Bunu eyib tutan var gör. Və isbat edirlər ki, bu ən gözəl müalicə növüdür. Amerika Birləşmiş Ştatlarının vallahi rəsmi saytındadır bu. Biotexnologiya üzrə Milli Mətbuat Mərkəzinin saytında yerləşdirilib yazı. Sual verilir və onlar da cavab verirlər. Sən buna nə deyirsən ki? Buna da ilişirsən, buna da söz deyirsən.
Deməli, məqsəd nədir? Muhammed sallallahu aleyhi və səlləmin gətirdiyi dini gözdən salmaqdır. Əslində isə bir şey yoxdur. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin Allah tərəfindən göndərilməsinə bir işarədir əslində. 1400 il bundan qabaq demişdi yəni onu. Amerika yaranmamışdı hələ. Baş sala bildim. Ona görə belə şübhələr hamısı boş-boş şeylərdir. Hamısı bilmək lazımdır ki, dini gözdən salmaq üçün, isqat etmək üçün atılan şeylərdir.